Əgər sən olmasaydın, Allah buyurur, mən fələkləri yaratmazdım. Ona görə bayaq Seyyid də buyurdu ki, bütün yaranmışların ən şərəflisi Həzrəti Rasulullah sallallahu aleyhi və aleyhi və səlləmdir. Bəli, əgər sən olmasaydın, mən fələkləri yaratmazdım. Fələklər deməli, bütün kainat bu fələklər adlanır. Sən saydığını say, gör fələk, əlbəttə bu el məsəlidir, bunun işlənmə mənası var bizim dilimizdə. Yəni, insan bəzən bir plan tökür, amma görürsən ki, o plan alınmır, başqa bir şey alınır. Bir plan sənin olur, bir plan Allah. Bəli, bəli. Ona görə deyir ki, sən saydığı say, gör fələk nə sayır. Burada bu məcazi mənadadır. Bu fələk nə sayır, əlbəttə kainat oturub sənsə 1, 2, 3 saymır. Amma demək istəyir ki, sənin öz planın başqa bir nəticəyə aparacaqdı. Sən fikrində tutmuşdun, tədbir tökmüşdün. Amma gedən proseslər, təbiət və səni başqa bir səmtə də apara bilir. Böyle Həzrət Əlinin Nəhcül Bəlağada da çox qiymətli bir sözü var. Buyurur ki, Ərəftullaha bi təğyiril əzaim. Deyir, mən Allahı əzimələrin, iradələrin dəyişilməsində tanıdım. Yəni, əgər mən ki bir plan tökdüm, iradə elədim, əzm elədim, amma o əzm dəyişildi, tamam başqa bir məcraya apardı. Amma bundan da mənim üçün daha xeyirli oldu. Ona görə deyir ki, mən Allahı, Həzrət Əli deyir ki, mən Allahı əzimə və iradələrin, tədbir və planların dəyişilməsində tanıdım ki, deməli, əgər bu aləmdə, bu aləmin fövqündə bir ilahi qüdrət olmasaydı, o zaman mən tədbir tökmüşdüm, plan tökmüşdüm, iradəm vardı, əzm, mənim iradəm həyata keçməli idi. Deməli, bu həyata keçmirsə, bundan başqası bir həyata keçir və mənim üçün daha xeyirli olursa, deməli, mənim iradəmin də fövqündə bir ilahi qüdrət var. Burada da məqsəd budur ki, sən saydığı say, gör, fələk nə sayır. Yəni, əslində, sonucda həyata keçən mənim iradəm yox, mənim əzmim yox, ilahi təqdirdir həyata keçən.